Mənə dedilər ki, buradan yükləyirsən, özü serverə yükləyir, nə bilim, nə edir. Niyə dondu? Burada bir dənə uzun siyahıdır, 10.000 sətr data var burada. Mən prosto bilmək istəyirəm ki, burada neçə növ education var. Onları bir siyahı kimi görmək istəyirəm. İngilis dilində fikirləşə bilərsiniz. Bir dənə söz var ki, distinct. Distinct yazsaq bura, education. Ancaq oradan unikal adlarını verəcək, education value-larını. Sözləri ingilis dilində fikirləşsək, SQL-in demək olar bütün şeylərini, bütün deməyim, əksəriyyətini təxmin edə bilərsiniz. Sizə nə lazımdırsa. Bilmək istəyirəm ki, bu educationlar bu customer infodur da. Hər müştərinin məlumatları var. Mən bilmək istəyirəm ki, neçə nəfər high school-u bitirib, neçə nəfər bachelor'dır, neçə nəfər master'dır və s. Necə? Count distinct education. Səncə bu verəcək onu? Kim deyər bu nə verəcək? 5 verəcək, çünki 5 dənə unikal şey var. Qruppan ilə. 4 dənə ilə. Necə? Education adı. Yox, qruppan ilə. Count by distinct. Qruppa ilə. Kim gəlib yazar onu ki, sən dəfə keçmişdik qruppaya. Education. Cədvəldə, cədvəlin uzardaydı. Cədvəlin özünə müəllim sildi. İki dənə düz yazdım sözü. Mənə lazımdır. Orada yox. Education. Onu yox. Cədvəli yaratdı. Bir dəqiqə, yox. Burada da məncə verməyəcək. Sayı verməliyik. Bu ekstra, bu belə bir şey yazmışdı. Create bu hatta. Aşağıda yaz. Orada count belki aşağıda yaz. Yox. Distinct'i silmək lazımdır. Select education from customer ID group by education. Bu bizə vermə. Sənə verəcək. Yox, eyni şey veririk. Bəlkə count aşağıda yazırsan. Hesablasın. Belə məncə olmayacaq. Belə şey olamaz. Education-ı vermirsən. Orada select education başqasını da vermək. Customer ID-ni də verməksən. Customer ID. Customer ID. Mən nə səhv yazmışam? Düz yazmamışam customer ID-ni. Nə şey WhatsApp-a aça bilərsən. Hı? Son səhv yazmışam. Düzgün.
Customer ID var, customer info cədvəlində. Group by education. Belə yazaq da. Məncə belə də olacaq. Fikirləşim. Bizə verir nəyi? İstəkdən sonra mərkəzi desəm. Bunu yaza bilmədik. Bunu verdi. Bizə saylar lazımdır. Group by verməyəcək. Select distinct olmaz. Burada select distinctdən istifadə edəcəyik. Keçən dəfə keçmişik də bu necə sayları Bəlkə dediyiniz select education sonra Customer count count ulduz verəsən, sonra from customer yox. From həmin datlanmadır, sonra group by education. Select education. ID-ni gətirməyim də onda. Nə lazımdır ki, neçə adam bachelor qutarır. Batman istəyəcəyik. Yoxsa məsəl üçün də hər biri üzrə. Hamısının xassına bir Count ulduz. Sonra orada as yazıb. Adlandırmaq üçün. Az say yazaq tutar. O nə yazılır? Əslən sonra. Say yazırıq, Azərbaycan yazırıq. Adlandırmaq şeydə dırnaq arası yazmaq lazım deyildi. Az, 2 dənə dırnaq arası. Yox. Elə də çıxdı amma düzgün deyil axı. Niyə ki? Yox, adları dırnaq üstündə yazmaq ehtiyac yoxdur. Adlandırmanı dırnaq üstündə yazmaq ehtiyac yoxdur. Mən hər yerdə yazmışam. Keçən dəfə mənim haqqında. Dırnaq üstündə çıxırdı onda. Hamısı özü qırmızı olmalı dırnaq. Onda dırnaq yazsan. Elə yoxdur. 2 dənə dırnaq arası. Ha, belə deyirsən sən. Belə deyirsən. Necə fərqi yoxdur. Niye? Neçədir? Başka yıllar aktarsın. Sayı düzgün yazsan da azdan çoxa. Yukarıdan aşağı.
Error verdi. Alem dedi. Error verdi. Avantajlar onda error verir. Ne? Hər şey uyğundur, prosta error verir ki, artıq olmalısan. İstəyirsiniz o faylı bir də yüklüyün, bir də yoxlayın. İki ne burada? Sonra Peki datada problem var. hamının yüklədiyi də nəsə SQL-ın özündə Peki problem kodundan var. bakacağım bu farklı. Çünki hamının elədiyi və işləyən datadır. Her grup atarsan kodu kurulur. Bunu da dedik. Yok özün ona kodu. Şeyde kodu. Hə. Bugün əsas keçməli olduğumuz şeylər Yok error yok abi. Kodun özünün yazdıklarını koyuyor. nəsə SQL-ın özündə də problem. Hamı o şeydən create table istifadə edib hamı import elədi də rahat datanı. Burada olmur. Son söndürüyorum. Ne yapacağım? Nasıl olsun? Telefon süresi koyuyoruz. Bir saniyə. Bir dənə də olabilir, şimdi nəsə qalsın. Bu yarattım, bir yarattım. Ben bir tane biraz keşfedeceğim. Olmadı bir şey bilmiyorum sen. Eziyet ediyorsun. Mesela aslında onu soracağım. Mesela falan. Siz burada işləyirsiniz, ona görə. Ama bir sayfa sonra. Necə? Başlansın bacalarımızda ne işte. Yerimizde zaten bizden geçiyor. Şimanın sosyal geçmişi kursa, Şimanın sosyal geçmişi kursa da ileride. Gördük. Size diyelim ki, izah edemiyorsunuz gibi. Gördük. Bir daha sonra biz zaten zaten. Prosta arxaya 2 də yazarsınız. Deməli, bugün əsas öyrənəcəyimiz şey müvəqqəti table yaratmaqdır. Müvəqqəti table dediyim, temporary table adında başqa bir anlayış var, bunu onunla qarışdırmayın. Məsələn, bir şey işləyirsiniz, bu cədvəllərlə işləyirsiniz. Məsələn, sizə lazımdır ki, belə bir cədvəliniz olsun. O cədvəli bir neçə dəfə istifadə edəcəksiniz. Onun üçün belə bir şey var. This as burada yaradacağınız cədvəl nədirsə, ona ad verirsiniz. Nə istəsəz. Məsələn, Unique Education. Dən mötərizə açırsınız. Bu mötərizənin içərisində həmin bu idi də, hə? Bu kodu yazırsınız. Burada indi select ulduz from Unique Education yazsaq. Aha, olduğu kimi çıxacaq. Unique Education. İşarələyənmədim. Selektan da şarkılar değilsin.
Nə? Orada select Select'te hamısını vurmuş. Selectdə hansı? Alttaki select var ya. Aha. Ulduz koyuyorsunuz orada. Ulduz olmalıdır da. Yox, bilmirəm. Select from Yox, buradadır. Biz belə. İndi deyək ikinci bir table lazımdır sizə. Onda əgər bundan sonra prosta select yazacaqsınızsa, axırda vergül qoymursunuz. Amma ikinci table lazımdırsa, ikinci table'ı yaradaq, tutaq ki, bunu nədən yaratmışdıq? Banking Extra'dan yox. Buradan. İkinci table'ımızda Banking Extra'dan yaradaq. Burada nə deyək? Yəni elə bir şeyləri birləşdirək ki, sonra onlardan istifadə edə bilək. In-table'dan da istifadə edə bilərik də. Məsələn, burada da yazaq ki, bu education'larda ən cavan adamın doğum tarixini qoysun. Birth date. Burada bunun əvəzinə Banking Extra qoysaq və hansını run eləsək. Burada hansı table'ı çağırırsınızsa, onun datasını verir. İndi deyək ki, biz bu iki table'ı birləşdirmək, iki dənə table yaratmışıq. Bir bu, bir bu. İndi onları birləşdirək. Banking Extra yazaq, öbürsündən qarışmasın. Bunu hansı sütun üzrə birləşdirəcəyik? Yox, hansı sütun üzrə? Education. A-dan çağıraq education'ı. Sonra çağıraq sayı. B-dən də çağıraq youngest. Mənim yazdığım Patos. Say 3 çəkmə yazdım. Say A-da deyil. Unique Education. Yox, tərsini eləmişəm. Bu B-dədir. Bu A-dadır. Bunu normalda əgər query çox böyük deyilsə və bu yaratdığınız şeyi yalnız bircə dəfə istifadə edəcəksinizsə, onu bu formada yox, belə with-lə yox, adi qaydada bunu necə yaza bilərik? With-lə yox, adi qaydada. Adi qaydada, bu formada belə join verəndə. Bunun keçən dəfə bir nümunəsini demişdim sizə.
Onda biz şey Necə kiminsə bir ideyası varsa gəlsin yazsın. Onu yazsın da uzunsa geçelim. Denən mən yazım. Biz elə bil ki onda ümumi cədvəli Bax, əməliyyat gördüyümüz cədvəl var. Birinci mən həmən cədvəli biz customer infonu götürürük. Bunu olduğu kimi mən bura kopyalayayım. Bunu gətirmişdik də birinci. Bu cədvəlimiz var. Buna bir dənə join verməliyik, buradakı kimi. Biz bu dəfə join-i plan vermişdik. Ümumi cədvələ vermişdik. Hansı cədvələ geçmişdik? Ümumi cədvələ versən buradakı qrup by nə olacaq? O cədvəldə qruplaşdırmamısan. Keçən dəfə onu join-də yox, burada yazmışdım. İstə select. Necə? İstə select. Select'in buraya yazırıq indi left join mötərizə. Bizim ikinci cədvəlimiz. Buna A dedik, buna da B deyirik. 10 educationlar üzrə. Sizcə bu işləyəcək? Burada bir dənə sizcə işləyəcək ya yox? İşləyəcək. Dəqiq. Yerdə baxın, optimizasiya Yox, yox. İşləmə daxil. Doğrusu. Ama yine işlemedi. Yaxşı, bunu da deyək, belə yazaq. Yine işlemedi. Sizcə niyə? Hı? Onlar bayaq dediniz ki, Sizcə niyə işləmir? Bunu indidən deyim, bunu bu formada yazmaq mümkün deyil. Prosta bunu deməkdə bir məqsədim var. Buna baxıb bir dənə fikirləşin, bu kod niyə işləmir? Buradakı bütün şeylərin hamısını keçmişsiniz. Nədir, hamısını bilirsiniz. İndi işləsiniz, bir dənə belə skript yazmışsınız, amma işləmir. Səbəbini tapmaq lazımdır. Aşağıda bir dənə şey deyir ki, B.say qrup by-ın içərisində olmalıdır deyir. Max özü yazdığımızı Öz yazıb da. Çünki sadəcə 4 dənədir. Bölünür hamısı da çoxludur axı 4 dənə. Yox, burada bu şey 4 dənədir. Bura. Cəmi 4 dənədir. Orada selectdə Max özü. Biz group by veririk ya. Bu group by education'a görə vermişik, düzdür? Burada hər ikisini əvvəlcə qruplaşdırırıq.
education'a görə. Ondan sonra join veririk. Amma bu qruplaşdırmamış birinci join verir. Ondan sonra group by verir. Əgər sən də bu qrup, yəni bizim burada iki dənə cədvəlimizin hər ikisi qruplaşdırılmış cədvəl olduğuna görə burada rahat education'a görə join verə bilirik. Amma burada hələ qruplaşdırılmayıb bu cədvəl. Bunu necə əvəzləyə bilərik ki, this yazmadan bunu yazaq? Gözünüzün qabağındadır əslində. Grup by görə aşağıdakı. Bunu belə şeydə yazmışıq da. Bunu da elə yazaq. Onda from təzədən yenə select verək. From düzdür, təzədən yenə select. O yazdıqlarımızı möhtəzənin içində orada yazaq. Aha. Prosto bu max özü var yazmışsınız. Aha. Onu alias bilmək lazım deyil. Əgər hər iki cədvəldə həmin kolon varsa, alias verməsən götürmür. Deyir ki, şeydir, hər iki cədvəldə var. Onda yəni bilmir də hansı cədvəldən götürsən. Amma birində varsa, onsuz da bilinir ki, hansı cədvəldəndir. Belə yazsaq, group by'da buradan yığışdırsaq. From bu cədvəl bu qruplaşdırılıb. Sonra da left join bu cədvəl on A education, B education. Bu işləyəcək sizə. Bununla bu eyni şeyi qaytarır, bu islə yazılan. Bunların fərqi nədir? Bu normalda daha sürətli işləyir. Performans baxımından bu ikinci yazdığımız daha yaxşıdır. Amma ancaq o halda yaxşıdır ki, sən bu mötərizələrin içərisində yazdığın cədvəli cəmi bir dəfə bir yerdə istifadə edirsən. Çünki bunu run eləyəndə gəlir bunu hesablayır, sonra keçir bunu hesablayır. Amma sən burada tutaq ki, bir dənə də join vermək istəyirsən, yenə həmin yığdığın cədvəli istifadə eləyəcəksən. Onu gəlib təzədən burada hesablayacaq, burada hesablayacaq. Bu cədvəli ikinci dəfə istifadə eləyəndə yenə sıfırdan hesablayacaq onu. Amma Wisney yazanda bir dəfə hesablayır və yadda saxlayır. Ondan sonra nə qədər istifadə eləyirsən istifadə elə, elə bil temporary bir cədvəl kimi cache-də saxlayır. Ona görə əgər bir dənə cədvəli bu formada join verməlisiniz və çox istifadə eləyəcəksiniz fərqli yerlərdə. Onda bu formada yazmaq daha yaxşıdır performans baxımından. Amma bir dəfə istifadə eləyəcəyiniz bir şeyi sadəcə olaraq mötərizənin içərisində belə yazsaz daha yaxşı performans alacaqsınız. Bizdə işlər bir neçə dənə belə əvvəlcədən bunlar hamısını join eləyirlər özləri üçün avtomatik. O cür data, yəni sən dediyin кейslərin hamısı belə ideal və data cənnəti kimi bir şeydir. Elə şey yoxdur, ümumiyyətlə yoxdur. Onlar yalnız, nə bilim, dərs keçəndə falan qoyulan şeylərdir. Datanı təmizləyib düzgünlüyündən əmin olmaq bəlkə də bir işin 50%-idir. Mən bugün bir dənə də şey deyəcəkdim sizə. Həməli 5 dəqiqə fazla verək. Uşaqlar istəyir. Sən istəyirsən yoxsa uşaqlar? Ondan select verdim uşaqlar. Olar. İkisi deyil. Aslında ne diyorum ya? İşte ben 10. dersler zaten hamısında fasılı bizde fasılı. Fasilə verirlər. Kodda hər 5 dəqiqə. Sonra yadım nasılmışdı? Ders edirdim. SQL çətin gəlir yoxsa statistika? Çətin gəlir. Statistika. Statistika bundan asan deyil. Onda gözlərlər plan seyirə keçərik. Keçək statistikaya. Mən statistikaya seçdim. Mən statistikaya təkrar eləmək istiyorum. Heç çətin deyil. Şu anda
Ama şey bir şey bilirsən, statistika demişdik. O skriptin nəsə yaddan çıxsa, nə zaten baxıb düzəldəcəksin. Şeydə amma gəlmişsin. Atatürk'də adi ikiler cədvəli kollarını yaz. Sonra o birisi kollarını yaz. Demək ki, mən bu cədvəli bildim. Sən bir skripti yazaraq gələ. Birləşdir. Atatürk'də da işləyir əynədən. Amma o birisi problem var. Məsələləri izah edin. Özünüz eləyibdir, yoxsa kim oldu? Hamısını çəkin. Asan idi məncə. Burada öğrendiğiniz şeyler değil. Hamısı yox. Orada percentile var idi, nəticəli şeylər. What's all like? Ehtimal da var idi. O mənim sualımdır özdə. İstəyirsən atarım sizə. Şey,
Siz sonra da selektiniz. Minarə gəlir. Gəlsin, başlayaq. Yine yukarıya yaklaştırsın. Orada hansısa funksiya var, bilmiyorum. 10 ne deməkdir? Yadımdan Ne? çıxdı. 10 left join'dan sonra 10 yazırsan, bu 10 yazandan sonra hansı kolonlar üzərində birləşdirməlisən datanı? Biraz da fark edip başlayalım. Bir de max neydi? Ha? Maksimum tapma. Maksimum bördü. Yəni ki, bu date'lərin ən böyüyünü götürəcək. High school'ların içərisində nə bilim, tutaq ki, 95-ci il var, En 2000 il böyükleri, var. biz en balacaları aktarmırıq, yalnız yazmışıq. Yani en balaca. Ən balaca olması üçün nə olmalı? Ən sonda da olan olmalıdır. En büyük harf olmalı. Yani, Tarifin en büyüğü. Mutlaka defasında 10 yazmalıydı. Join'dan sonra hə. Fark yok. İslam'dan join'dan. Hansı kol birleştirir? Yok. Bunun penceresi var. Hansında? Necə? Pencere yoktu burada. Böyle bağlı bir Belki açacağım. Arkasında. Buranın havalı. koşullar. Altıncı günə kimi bunları yaxşı-yaxşı təkrarlayın, 6-cı gün task göndərəcəm. 6. gün ders olacak yoksa sizin. Xanımla olacaq. Bunlar SQL-dən indiyə kimi nə keçmişsə onları təkrarlayacaqsınız. Onu mən bilmirəm, hara yerləşdirmək lazımdır. Mənə dedilər ki, record elə düşəcək. Nasıl getirin olar? Bunu soruşmadın recording məsələsini. Hər dəfə rekord eləyirik, amma bilmirəm, yüklənir, yüklənmir, kim yükləməlidir, hara yükləməlidir. 18 oktyabrda qalmışıq. 18 bir ayda yüklənmir. Onda mənə dedikləri kimi buradan rekord eləyəndə heç yer upload olmur. Binanın telefonu burada deyil. Ha, ikinci bölüm. Yok. Ümumiyyətlə, belə şey, nədir, belə dərs reformuna baxmaq evlərinə. Bilmirəm, dərs reformunda 2 saat düzmündəsiniz, 2 saat dərsə baxırsınız. Məsələn, bu türdən formula yadından Ötürə gedirsən sən, amma məsəl üçün sırf qrup dərslər var. Mən baxmışam, hamısı bir şey edirəm, Oxan Nexin, bunların sırf dərslər. Onlar dərs keçmir deyə şey, ancaq götürür, sənə qeyd yazır. Baxırsan ki, məsələn, mən axırdım 2 saat yarım dərs edir, evə girdim, həmən dərsi 8 dəqiqəyə baxırdım. 16 dəqiqə dərs boyu işitsə, ancaq özdə çünki sual vermə olur, ancaq bütün videosu kimsə qoyur. Onda vaxtını daha az verir, daha tez ödəyir. Belə amma dərsdə vaxtı verirsən, yəni sözlüksə, özə problem istiyor, onlar bir axtara. Onsuz məntiq deyil, hamısını deyil. Neyse var, ancaq başqa kanalında olmamış daha dəyişir. Yəni bu dərsdə öyrənmədiyim başqa şeylər, başqa Burada başlayaq. Deməli, mən istəyirəm ki, məsələn, customer ID. Bunu seçmişəm, bir dənə də order eləyək. Order by customer ID. Məsələn, mən bunu almışam, amma istəyirəm ki, bunun yanına şeyləri gətirim. Bu birin qabağına 2 customer ID bir dənə də olsun.
Birin qabağına 2 düşsün, 2-nin qabağına 3 düşsün. Yəni sətirlər bir dənə yuxarı sürüşsün və ya bir dənə aşağı sürüşsün. O necə eləyə bilərəm sizcə? Bir dənə də sətr üstündə. O belədir. Bir dənə lag yazırıq bura. Bunu bir də yazırıq. Run edirik. Amma olmur. Ortada olmalı. Over. Customer ID. Order by da lazımdır. Customer ID does not exist. Hayır, bu belə olmayacaq. Yox, burada biraz advanced şeylər, partition by zad lazımdır. Okay, bu qalsın hələ. Yəni partition by-ı row number-dan daha rahat öyrənə bilərsiniz. Onu keçək, lagı zadı gələn dəfə keçərik. Customer info-da olacaq. Məsələn, mən istəyirəm ki, burada ən yaşlı 3-cü adamı tapım. Ən yaşlı 3-cü adamı? Bəli. Bunun üçün belə bir şey eləyə bilərik. Bura bir dənə yazırıq. Ən yaşlı 3-cü. Aha. Top 3-dən yazır. Yaşlı adamları yaşına görə sıralayırıq. Üçüncü. Ən qoca 3-cü adamı götürürük. Aha. Oldest has. Mən bu adamları sıralamaq üçün yaşlarına görə bir dənə şey yazdım. Sıralamaq üçün onlara nömrə verməliyəm. Ən yaşlı 3-cü, ən yaşlı 100-cü fərqi yoxdur. Neçəncini istəsəz tapa bilərsiniz. Onu necə edirik? Yazırıq row alt xətt number. Bunu sadəcə olaraq belə yazsaq, niyə ancaq partition by-ını istəyirək? Burası row number işləməlidir axı. Bir də partition istəyəcək. İstəmədi. Prosto over. Okay. Row number over heç nə yazmayanda bu over'ın içərisinə sən bütün sətirləri sadəcə hamısını başdan ayağa düzür sayır. Amma bu qarma-qarışıqdır. Mən istəyirəm ki, şeylərinə görə sıralasın, birth date-lərinə görə. Ondan sonra nömrələsin. Onun üçün over'ın içərisinə yəni order by birth date-də yazıram. Birth date. Ümumi sıralayıb, ondan sonra Offset-lə də olar. 2 dənə row offset edək. Next. O da olar, amma praktikada sən offset-i həmişə işlədə bilmirsən. Çünki offset-də sən burada filtr qoyursan ona. Amma eyni vaxtda sənə, nə bilim, 10-cu, nə bilim, deyək hər 10-luqla da 10-cu, 20-ci, 30-cu bir neçə dənə də lazım ola bilər. Belə run eləyəndə əvvəlcə bu görürsünüz ki, birth date-lər ən böyük, ən belə kiçikdən böyüyə düzülüb. Yəni yaşlıdan cavana doğru düzülüb və qabağında nömrələri var.
Deməli, select. Buranı başa düşdünüz neynədir? Yox. Və bu row number over. Prosta belə yazsaz, cədvəldə heç nəyə toxunmur, cədvəli olduğu kimi saxlayır. Sətirləri başlayır bir-bir nömrələməyə. Birinci, ikinci, üçüncü, dördüncü, belə-belə nömrələyir. Row number sətir sayı, sətir nömrəsi. Bu birinci sətirdir, bu ikinci sətirdir, sətir nömrəsi deməkdir. Over'ın içərisinə heç nə yazmırsınız. Bunda prosto cədvəli götürür və sətirləri nömrələyir. Ki, bu neçənci sətirdir. Amma bunun içərisinə bir dənə order by-da yazsaz, əvvəlcə bu order by-ı, yəni bu cədvəli burst date-ə görə düzəcək. Ondan sonra bu şeyləri qoyacaq, sətir nömrələrini qoyacaq. Burst date-lərə bax 74 var, 2000 var, 49 var, qarışıqdır. Amma belə run eləsək, burst date-lər ən köhnədən təzəyə doğru düzülüb. Orada biz sağdan Buna bir dənə də column adı veririk. Məsələn, rn, row number. Burada da yazırıq where rn bərabərdir. Tutaq ki, 5-ci adam lazımdır bizə. Neçə istəyirsiniz yazın. Ancaq onun datalarını çıxartdı. Burada row number 5. Əvvəldə biz nə yazmışıq? With all this as. O bizə nə verir? o yanına satırsan. With Budur. Burada elədiyi bir dənə müvəqqəti yaratdıq. Bunu row number-da ona görə eləyirik ki, row number-ı where window function deyirlər buna. Window functionları belə burada where-in içərisində yaza bilmirsən. Belə bir şey yazsaq, bərabərdir 5. Bu error verməlidir. The window functions are not allowed in where. Ona görə də biz müvəqqəti table kimi yaradırıq bunu. Belə bir sütun yaradırıq. O sütunu ondan sonra həmin müvəqqəti table'dan istifadə edirik. Belə çıxardırıq. İndi mənə lazımdır ki, bu, məsələn, offset-lə bunu eləmək daha qəlizdir. Mənə lazımdır ki, hər education-dakı ən qoca adamı tapım. Qruplaşdıracaq böyle görürəm. Grup payda verəcəyik. Grup pay verəcəksən, amma Evində verməliyik biz bunu. grup payı having-i filan verdin, amma hər şeydəki, hər education-dakı ən qocanı necə çıxardacaqsan oradan? Onda yenə hər biri üçün ondan tətbiq edilməliyik. Yox. Hər biri üçün ayrı-ayrılıqda ondan tətbiq eləmirik. Bura yazırıq bir dənə partition by education. Bu sizcə nə verəcək? Partition nə deməkdir? Bölmək. Datanı hissələrə böləcək. Birinci məsələn, bachelorları çıxardacaq. Buradakı sayırdır 1, 2, 3, 4 filan. Ancaq bachelorları çıxardacaq. Onları aşağıdan yuxarı düzəcək, onları nömrələyəcək. Tutaq ki, 1-dən gəldi, nə bilim, 250-yə qədər. Bachelorlar qutardı, keçdi, tutaq ki, high school-a. Onda o sıralama o 250-yə qədər gəlmiş də. Bachelor qutardısa o sıralama dayanır, təzədən 1-dən başlayır. Belə eləsək, bachelorlar. Bax, məsələn, burada görsən, bachelor 1-dən başlayıb, düzdür? Bura bir dənə where education bərabərdir. Burada başqa nə var idi? Master var idi. Düz yazmalıyıq. By master. Nətər idi o? Distinct yazdırmışsan. Var idi master. Prosto nətər yazılıbsa onu bilmirəm. Master, şimdi böyle. Hə, prosto adı master.
master də birdən başlayır. Hı. Burada educationlar elə bil ki, distinct belə buradakı kimi. Onda burada mesela master'da üçüncünü tapmaq üçün və ya da təzmin edən master'da verəcəyik, təzmin edən. Yox, hamısını eyni vaxtda tapmaq istəsən, Çünki master'ın üçüncü adamını tapmaq istəyirəm. Belə bir şey. səncə, hə, belə yaxşı sualdır. Biraz fikirləşin. Sırf masterin yox, mənə lazımdır ki, bax bunlar yazılıb ha. Bunların hamısında elə bil ki, ən qoca adamı saxlasın. 4 dənə sətr olsun burada. Bütün dataları olsun həmin adamların. 4 dənə hər bir şey üzrə, education üzrə ən qoca adamın datalarını görmək istəyirəm. Case-dən yazılır. Niyə? Çox rahat bir yolu var axı. Master isə Mən həm masteri, həm bachelor'ı, həm nə bilim PhD-ni hamısını bir yerdə görmək istəyirəm. Elə bil ki, bu 4 dənə sətr çıxsın bura. Hər müştərinin məlumatı, hər şeyin, customer'ın məlumatları. yuxarıda adlandırdığımız nə idi? Ümumi nə qoymuşduq zaten? Oldu işte. Siz bunun bir dənə məntiqinə fikir versəz tutacaqsınız. Bunu necə izah elədik? Biz böldük part education'a görə. Hamısını necə saydı? Bütün adminlərinə görə ən böyüsündən, amma birinci high school'da ən böyüsündən. Bachelor'ları başladı. Necə sayacaq? Ən böyüsündən, Birdən başlayacaq, bachelorlar qutarana qədər. Sonra da high school, sonra High school neçədən başlayacaq? 251. 251 niyə? O da təzədən birdən başlayacaq. Yenə birdən başlayacaq. Hamısının ən qocası birdən başlayacaq. Ona görə bu da erin 1 verirsən də yəni. Bachelor, high school, master. Cəmi 4 sətr data var. Onsuz o bölmüşdür. Əgər mən bura bu partition by yazmasam, datanı bölməsə, bu hamısının içərisində eləyəcək onu. Yalnız ümumilikdə ən qocanı saxlayacaq. Amma partition by education'a görə verməyim, tutaq ki, employment statusa görə verim. Bunda da hər employment statusun ən qocasını saxlayacaq. Aydındır. Orada comment verə bilərsiniz, yazılsınız. Nə demək? Sonra ondan da bilək.
Buradan nə tapşırıq verim sizə? Tapşırıq versəm eləyə bilərsiniz? İndi Hə. yox ya. İndicə keçdik də. Yox ya. Bir dənə şey lagı da yoxlayım. Görüm prosto overlə olur. Partition by'ı başa düşdünüz, mahiyyəti nədir? Partition by one. Bunun beyni şey var. Ses zaten kullanırız. Ama ses kadar. Öyle bir şey oldu. Yani ne oldu şu an? Çevirdiler. Hə. Olurmuş. Çöldə xəbərlər altın üçün sevindirəcək. Task verəcək. Bana görə. Taskıya katılmış üzerine. İşte ben neyle tasarladım? Şimdi seçtiğiydi. Kaptan da tasarladım. Söktürüyorum. Konfidensiallı olmasa sevinə-sevinə verir. Kaptanı batırdı. Lagla lead'in məntiqi nədir? Lagda hər elə bil bu sütunun value'larını birdən aşağı sürüşdürür. Bu 1, 2, 3, 4, 5 belə gedir. Hə? Məsələn, deyirəm ki, hər adamın ilk transaksiyonu ilə, məsələn, transaksiyonlar var, bankda əməliyyatlar eləyir. Deyirəm ki, ilk transaksiyon ilə ikinci transaksiyon arasında gün fərqini tap. Onu belə yazırsan, bu adi customer ID tutaq ki, date'dir də burada. Date'indən birinci ilə ikinci arasında fərqi tapmaq istəyirsənsə, lead date çıxaq date. Lead date ikinci olacaq. Prosto burada birinci, ikinci eləmək üçün də burada orderdə verməlisən. Lag eləyəndə bu birinci bu hansı sütunu ki lag eləyirsən, onun value'larını bir dənə aşağı sürüşdürür. Lead'də bir dənə yuxarı qaldırır. Lagın ən birinci datası null olur, lead'in ən axırıncı datası null olur. Over'in içərisində niyə olmur ki? Bu da bayaqki kimi partition by eləyib hansısa, sırf hansısa value'larında, yəni Hamısı yox, sırf birini elə. Hə, məsələn, transaksiyonları sıralayırsan başdan ayağa. Amma sən lazım bütün transaksiyonları sıralasan, mən transaksiyon eləmişəm, sonra sən eləmişsən, sonra yenə mən eləmişəm. Over'in içini boş qoysan, sənin transaksiyonundan mənim transaksiyonuma çıxacaq. Amma ora partition by qoyuram ki, customer ID-yə görə partition eləsin. Order by qoyuram date'inə görə. Onda mənim transaksiyonlarımı sıralayacaq. Onun qabağına mənim transaksiyonlarımın logunu ya da leadini gətirəcək. Yəni, nəyə görə partition eləmisənsə, o value'ların datalarını bir-birinə qarışdırmayacaq. Buradakı ilə %100 eyni məntiqdir. Yəni, over şeydir də, eyni funksiyadır bu. Sadəcə birini row number'da istifadə edirsən, birini logda, leaddə. Məsələn, şey eləyək də. Bura bir dənə. Amma prosto burada eyni müştəri, dublikat data olmayacaq dəqiqən. Görüm, dublikat customer ID ilə olan hansı datamız var. Burada nə var? Kim deyə bilər? Mən burada tez bazar dublikatın, customer ID-də dublikatın olub-olmadığını nətər tapa bilərəm? Distinct yazdım, çıxdı. Yəni siyahı, nə biləcəm, orada dublikat var idi ya, yox idi. Tez bazar bilmək istəyirəm ki, neçə dənə dublikat var burada. Neçə dənə count, Aha. distinct,
Ulan 6 sətir sonra. O çıxartdı mən unikalların sayını. Distinct is not. Onda çıxacaq ümumi ən çıxacaq count ümumi. Countdan çıxacaq, count distinct. Count customer ID çıxılsın. Count distinct. Böyle bir şey yok yani. Distinct is not. Yox. Təəssüf ki, yoxdur dublikat. Dublikat olsaydı yaxşı olardı. Tamam öyle. O da yanlış olacak. O da sinek kablosu olmuş. Hə bildim. Elə bu datadan eləyə bilərik educationlara görə. Education first date idi, hə? Belə bir data var. Mən istəyirəm ki, hər education level üzrə ən qoca adamla ondan sonrakini çıxın. Yəni, necə deyim, ən qoca adamın tutaq ki, 75 yaşı var, ondan sonraki qoca adamın 74 yaşı var. O ikisinin fərqini tapmaq istəyirəm. 75 yaşında adamımızın tatlıdan. 49-cu ildən adam var idi burada. 45 Bunun üçün yazırıq. Lag birthday, lead birthday'imiz var. Amma bu ümumi necə gəldi şeydir. Yəni, heç bir partitionu yoxdur. Partition by education eləyirik burada. Order by birth date. Lead'i silək. Lag bizdə birinci sətri atır ikinci sətri. Ona görə indi biz bu lagdan istifadə edib necə hesablamalıyıq? O ikisi arasındakı fərqi. Elə bil hər yaşdan mənə lazımdır ki, ən qocadan növbətisini çıxsın, ondan növbətisini çıxsın. Lagı istifadə ediyorsa zaten sürüşür də növbəti. Ondan sonra ki, adi yazacaq, customer ID. Şeydən adidən option çıxacaq. Yeni bir adi yaz verəcək orada. Burada birinci sətri ən qocanı atıb 2-yə. Ona görə biz lagdan çıxırıq özünü. Hələ o nul olacaq. Nulun üstündə nə əməliyyat eləyirsənsə, vurma, bölmə, zat yenə də nul qaytarır. Bununla ikinci ilə birinci arasında 3 gün fərq var. Daha doğrusu biz tərsinə çıxdıq, kiçikdən böyüyə çıxdıq. Mənfi 3 gün verdi. Böyükdən kiçiyə çıxaq. İkinci ilə üçüncü arasında 14 gün fərq var. İndi kim deyər, mənə bir dənə siyahı lazımdır ki, hər bir şeydə, bu adamlarda, yalnız birinci ilə ikincinin arasındakı fərqi görün. Bütün siyahı bu 10.000 sətirdir, bir-bir belə baxmaq istəmirəm. Yox, evi gəl. Gəl yaz. Onunla. Onunla da. Fikirləşmək Yaxşı, mən yazım. Biz bunu yazdıq. Gəlin bir dənə də buna görə sıralayaq.
Hara? Proqram var bir. Biz yaxı ancaq benzin istəyir. Yox, o filtrdə verirsən. Burada 1 yox, yəqin ki, sizə 2 lazım olacaq. Çünki 1-in qabağındakı fərq 0-dur. Bizim sualımız nəyi başlayır? Mənə lazımdır ki, hər bir education üzrə yalnız ən böyük adamdan ondan sonrakinin fərqini görüm. Bütün siyahı lazım deyil də. Bu bütün siyahını qoyub hamısından növbətisinə çıxıb. Yenə hamısını çıxar. Onun üçün də bura bir dənə yazdıraq. With div as Birən bərabərdir nə? 2. Bachelor'da 3 gün fərq var. High School'da 15, Master'da 55, PhD'də 53. Həqiqətən də elə olub olmadığını görmək istəyirəm. Amma birin datasını görürəm. Burada nə edeyim? Mən bir dənə bir nəfərin datasını görürəm burada, birthday-ni. Mən necə əmin olum ki, bu həqiqətən də 3 gündür fərqi? Burada ikisini də cavabdır. Yəni bunu da əlavə edirik. Burada həqiqətən 3 gün, burada 2-ci ay, 1-ci ay 15 gün, bu 31-dəndir. Çətin gəlir? Bəli. Hələ ki bu qədər. Onsuz da çox yüklənmişsiniz. Özü yaradırsınız da onu kolunuzu. Necə? O kolunuzu yaradırsınız da özünüz. Aha. Bu keçdiyimiz bütün queryləri filan hamısını yaxşı öyrənin. 6-cı gün task atacam. Və növbəti 2-ci günə qədər o taskı eləməlisiniz. Aslında bu table'larla alacaq yoxsa? Yox, təzə table'lar və 2 dənə, 3 dənə table yox. Yəni 5-10 dənə table olacaq orada. Və table'ların hansı nə mənaya gəlir, nədir? Bunlar haqqında heç bir məlumat verməyəcəm. Elə bil işə girmirsən, sənə deyirlər ki, databazan budur. Orada demirlər, nə eləməlidirlər? Deyirlər, amma bilsən necə deyilir? Belə də. Yəni sən işlə ümumilikdə tanış olandan sonra, bir müddət orada işləyəndən sonra kapitalda 53 minə yaxın table var. Mümkün deyil ki, sən onun hamısını əzbərə biləsən, nədir? Amma özün başa düşmür. 6-cı gün 6 hamıya uyğundur. Budur. Metro sağlayırsın 6-cı gün 6 hamıya uyğundur. 6-cı gün 6'dır. 6. Ben sizden 2 defa başladım. Son sefer sizden de